Dəyərli izləyicilər, hal-hazırda bugün qanı ilə tarix yazın vətən uğrunda canından keçən Məmmədov İlkin Fərhadoğlu'nun mövlud gündə Allah ruhunu şad eləsin. Dəyərli izləyicilər, hal-hazırda bugün qəhrəmanlar deyər biləsuvarımızda bir qəhrəmanımızın da mövlud günüdür. İlkin Məmmədov bugün vətən üçün canından keçdi. Təki vətən sağ olsun deyən qəhrəmanlardandır. Evin yeganə övlad olmağına baxmayaraq vətən üçün öz canını qurban verən qardaşlardan. Allah ruhunu şad eləsin. Bugün bu ocaqda şəhid atalar da iştirak edir. Özümüzə borc veririk ki, şəhid atalarla bir iki kəlmə götür. Rafət dayı, ilk öncə qarşımda baş əyirəm. Allah sizi var eləsin. Siz də bir qəhrəman atasısınız, sizin də övladınız. Yaşadığı dövrdə həqiqətən güclü güləşçi olub, sürəkli bayrağımızı dalğalandıran idmançılardan biri də bizim Rahət qardaşımızdır. Onun ruhu qarşısında baş əyirik. Bugün özü isə elə bir məqama yüksəldi ki, son ömrün vətən uğrunda qurban verərək, hətta bugün yenə də təki vətən sağ olsun deyən qəhrəman atalardan da birisiniz. İstərim bir qəhrəman atası kimi bir iki kəlmə deyirsiniz. Allah bizim balamızın timsalında bütün bugün mövlud olan şəhid balalarımızın mövludları mübarək olsun. Allah atasına, anasına bolluca səbir versin. Bu Ramazan ayının hörmətindən xatir Allah hal-hazırda bizi qoruyan əsr və zabitlərimizi qorusun. Allah gəncliyimizi qorusun. Allah Azərbaycanımızı qorusun. Var olun. Mövludun mübarək. Allah imam Hüseyndən ayrı salmasın vallahi. Amin. Təşəkkür edirəm. Var olasın. Elşən əmi buyur. Allah cəm şəhidlərimizə rəhmət eləsin. İlkin balamızın cənnətdəki mövludun mübarək. Qurban olaraq məzarına, balalarımıza salamlarımızı çatdırsın. Atasına, anasına, mən də səbir diləyirəm. Allah qazilərimizə şəfa versin. Allah ordumuzun dayağında dursun. Allah sənin də köməyin olsun. Allah səndən razı olsun. Sən də təşkilatlandırın. Borcumuzdur. Var ol. Təşəkkür edirəm. Var olasan. Siz də bir qəhrəman atasısınız. Rövşən qardaşımızın da ruhu qarşısında baş əyirik. Allah şəhidlərimizin ruhunu şad eləsin ki, bugün rahat sərbəst azadlığımızı o şəhidlərə borcluq. Zaman keçsə də şəhid ailələrini yaddan çıxartmaq olmaz. Çünki onların haqqı boynumuzdadır. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Bugün qəhrəmanımızın atası əyləşib burada. İstərdik ki, elə qəhrəmanımızın atasından da bir iki kəlmə götür. Allah şəhidlərimizə rəhmət etsin. Şimdi günləri mənim üçün ən ağır gündür. Yəni həm ağır gündür, həm də fərəhli gündür ki, mənim balam vətən uğrunda şəhid olub. Allah şəhidlərimizə rəhmət etsin. Allah balamı yerini cənnət eləsin. Amin. Çox sağ ol, təşəkkür ederim. Əlbəttə, bugün rahat, sərbəst, azadıqsa, vətən üçün canından keçən, üç rəyli bayrağın dalğalanması üçün təki vətən sağ olsun deyən qəhrəman şəhidlərimizə borcluyuq. Bədənin müəyyən hissəsini vətən uğrunda qurban verən qazilərimiz var. Gecəni səhərə qədər sızıltı ilə açır. Ancaq yenə də təki vətən sağ olsun deyən qazilərimiz də. Allah onlara şəfa versin. Veteranlarımız var, son nəfəsə qədər vuruşdular. Qazi şəhidlərimizi çıxardaraq və irəli getdilər. Allah o veteranlarımıza can sağlığı versin. Rafət dayı bir söz dedi, Elşən əmi elə hər bir söz dedi ki, bizi bugün qoruyurlar. Səngərdə, havada, suda, quruda bizim əskərindən zabitlərən kimi hərbçilərimiz var. Allah o ordumuzu qorusun. Allah üç rəyli bayrağımızı hər zaman dalğalandırsın və bugün bütün şəhid nə qədər mövludları var, mövludları mübarək olsun. Allah istər var eləsin və bir daha hər üçsüzün simasında bütün şəhid ailələrin qarşısında baş əyirik. Var olasınız, Allah şəhidimizin də ruhunu şad eləsin.